Qardaşlara deyirik ki, filan yerdə müsəlmanlar əziyyət çəkirlər, aclıqdan ölürlər. Cavab verir ki, mən ümrəyə getmək istəyirəm qaqa. Deyirik, qardaş, körpələr aclıqdan ölürlər. Deyir, qaqa, mən Kəbə üçün darıxmışam, Kəbəni görmək istəyirəm. Sübhanallah. Məgər siz Allah Rəsulunun bu hədisini eşitməmisiniz? Ləhədmul Kəbəti həcərən həcərə. Bir müsəlmanın canının təhlükədə olmasındansa, Kəbənin daşlarının tək-tək sökülməsi Allah üçün daha sevimlidir. Sübhanallah. Yəni anlamırsınız ki, ac müsəlmanlar Allah üçün Kəbədən daha dəyərlidir. Sünnə yaşadıklarını deyən qardaşlar var. Hündür maşınlar, ciplər sürürlər. Evlərinin həyətində fontanlar, şəlalələr düzəltdirirlər. Dəfələrlə də həccə, ümrəyə gediblər. Deyirik, bəs qardaş, malından Allah üçün xərcləyirsənmi? Acları doydurursanmı Allahın sənə verdiyi maldan? Çünki biz bugün çox gözəl bilirik kimlərin ehtiyacı var. Kəbənin mənim puluma ehtiyacı yoxdur. Oranın pullu karolu var. Əstəğfirullah, mən demirəm ora getmək olmaz, getməyin. Yəni demək istəyirəm ki, bugün müsəlmanların daha çox ehtiyacı var.